məlumat. Rəşadət Piriyev 92-ci ildə Laçında, Kəlbəcərdə, Ağdam, uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərir. Həqiqətən də Rəşadət öz xidmətlərindən həmişə öndə olardı. Yəni, qəhrəman oğlu kimi görkərdi. Rəşadət Ağdam uğrunda gedən döyüşlərdə ağır yaralandı. Və ona baxmayaraq, ikinci Kəlbəcər əməliyyatına aparanda 93-cü ilin dekabr ayının 29-una döyüşlərə hazırlaşırdıq. İkinci Kəlbəcər əməliyyatına Rəşadət geri qalmadı. Gəldi ki, mən də gedəcəm. Bizim belə qəhrəman oğullarımız var. Onun qardaşları da, bizim həkimimiz də, biri komandirimiz da, komandirimiz də. Bizim hər birimiz, neynədik? Dedi yox, mən gəlib döyüşüm. Və ikinci Kəlbəcər əməliyyatında Meydançay əməliyyatının uğurlu keçirilməsində bu oğullar bizlərlə bərabər iştirak edir. 12-13 kilometr düşmənin arxasına keçib düşməni pusuya salan oğullar bunlar. 16 saat piyada. Bəli, 16 saat piyada düşmənin arxasına keçmişik. Onun bir Rəşadət bizlərlə. Burada ikin qardaşları var, ikin şəhid qardaşlarımız var. Bax, həmən oğullar. 16 saat gedir, 12-13 kilometr. O Meydançay əməliyyatında düşməni pusuya salıb, 100-dən artıq düşmən məhv eləyib, 80-dən artıq bir briqadiya erməninin götürdüyümüz silah-sursat təxil edir. Sonra getdi Qızılqaya əməliyyatı. Qızılqaya əməliyyatının uğuru keçilməsi üçün orada böyük qəhrəmanlıq göstərdilər və Qızılqaya alındı. Mən yanvar ayının 18-i orada yaralandım, 19-u mənim qardaşım orada şəhid oldu. Həm mənim qardaşımın və yaralıların və şəhidlərimizin çıxıb gəlib dəfn olunan şəhidlərimizin çıxıb gəlib dəfn olunmasının səbəbləri bu oğullar oldu, o ikin qardaşlarımız oldu, oradakı o qəhrəman oğullar oldu. O şaxtada, boranda, qışda, ağac, su, sursatın çatışmayan vaxtı döyüşən bu oğullar olmuşdur. Nəzərimdə bir şey də çatdırım ki, bax bu oğullar bizim Bağırı və Buzluq əməliyyatlarında bizim din qardaşlarımız oldu. Həyat yoldaşı var, Fariz Vəfayevin əzləri buradadır, Baxsın buradadır. Və burada Dadaşov Mehmandır. Qırmanın qardaşı bizlə bərabər bir yerdə döyüşürdü. Yəni, nəyə demək istəyirəm? Əsas məqsədə gəlir. İkinci Kəlbəcər əməliyyatında, Qızılqaya əməliyyatı, bütün uğurlu əməliyyatlar, bax, bu oğullar 701 hərbisən, 5-ci Bərdə taboru keçib. Və Qızılqayada siqaretin post yaranır. O siqaretin post günü, əgər düşmən gəlir, həmən bizim o 701 hərbisən, 5-ci Bərdə taboru duran post götürülsəydi, Yanışaq və Murov yolu bağlanırdı 701 hərbisənin. Bütün şəxsi heyəti düşürdü Masiriyə. Və siqaretin postda bizim qəhrəman seçilmiş döyüşçülərimizi yerləşdirirlər. Bizim Rəşadət Piriyev də orada olmalıdır. Həmən qəhrəman oğullar orada postda olan müddət, inanın ki, biz orada axtarışdayız. Orada palatka da olmuyor. Palatkasız günlərlə o şaxtada, boranda, yəni fevral ayı bu insanlar orada palatkasız vətəni, milləti, xalqı və düşmənin arxaya keçib o 701 hərbi hissəni masiriyyət salmamaq üçün canlarını fəda elədilər. Düşmən kəşfiyyat formada böyük bir güclü ordu ilə gəlib ki, o həmən girim 701 hərbisən, 5-ci Bərdə taboru, əsas olan postunu Masiriyə alsınlar və Yanışaq Murov dağının yolunu kəssinlər. Gəliblər, bax, bu 23 oğullarla qarşılaşırlar. Bu 23 oğul son qanlarına kimi orada döyüşüblər. Əsas postda da əmr verilib ki, belə əmr verilib ki, bunlar köməyə də çağırır. Əmr verilib ki, bunlar düşmənin qabağını kəsir. Əgər düşmən gəlib buranı da alsa, yolu kəsəcək bütün 701 hərbistanı. Şəxsi heyəti Masiriyə düşür. Əsas odur ki, qərar veriblər ki, biz çəkiləyik. Bunlar hansı bir neçə müddətə kimi o düşmənin qabağını kəsərsə,
o müddətə kimi vaxt ala bilir. 2 saat yarım bu oğullar döyüşür. Son qanlarına kimi döyüşürlər. Qəhrəmanlıq göstərirlər. Nəzərimdə bir şey çatır. Mən istəyirəm bunun hamısı paylaşdım. Bu xalqımızdır. Birinci, ikinci Kəlbəcər əməliyyatı, Meydançay əməliyyatı uğurla getdi, Qızılqaya əməliyyatı uğurla getdi. Yanışaq və Bağırlı, Zallar, Buzduq, hamısı uğurla keçirildi, alındı. Yanvar ayı, 94-cü ilin yanvar ayının əvvəlinə, axırına kimi bu uğur əməliyyatlar gedir. Amma yanvar ayının içində başqa zabitlərə, o muştuluq aparanlara, o kör üstündə gizlənənlərə, o kənardan izləyənlərə, değil mi? Orada medal, müəyyən tərtib olunub, amma bu oğulların hələ heç birinə də tərtib olunmuyor. Çox heyflər olsun ki, o postu olan zabitlər, briqada səviyyəsində olan zabitlər və taborun komandirləri, ləçənin ştabları bu oğullar haqda hələ heç bir şey vermir. Çox heyflər olsun ki, uğur əməliyyatlar gedə-gedə bizim zabitlərimiz oradakı qəhrəmanlar oğullarla bağlı təqdimat yazıb verməyiblər ki, bu uğur əməliyyat keçdi, burada kimlər iştirak elədi, kimlər döyüşdü, kim nəyə layiqdir, onu da vermədilər. Bu oğulları hamısını kölgəyə saldılar. Amma özləri üçün medal dalınacaq, bir parça kağıdını dalınacaq dinlə, öz şərəflərini satıb, belə oğulların qəhrəmanlığına kölgə saldılar. Belə oğulların qəhrəmanlığına kölgə saldılar. Şəxsən mən orada qardaş şəhid vermişəm, özüm yaralanmışam. Amma məni çıxardan bu oğullardır. Bu oğullar niyə qiymətini vermədi? Mən bir dənə burada Rəşadi Əttiriyevin məzarı üstündə deyirəm bunu. Mən bütün itkin şəhid qardaşlarımın deyirəm. Şəxsən bu deyirəm, Pənahın həyat yoldaşı buradadır. Pənahın neçə dənə canları xilas elədi. O oğullar bugün eləsi var ki, nə Pənahın adını çəkir, nə də ki Pənahın haqqında maraqlanır. Amma Pənah o oğulları, bax bugün yaşaması üçün Pənah onu qorudu, yedi. Onun kimi də bax, belə etkin qardaşlarım. Nürəddin ödü, birinci Kəlbəcər əməliyyatında yaralanıb, gəl buraya. Rəşadətlə bərabər, Laçında şəxsən neçə kəşfiyyatların, uğuru keçməsinin, neçə yerlərin alınmasının, uğuru keçməsinin bu oğullar bir yerdə keçirdi. Bunlar 7 nəfər komandir, başqa birinci tabordan keçmişdi və onu da vermişdilər mənim bax bu oğullar. Bu oğullar düşmənin komandir brigada bizim Qərzayda əmr verdi ki, erməninin AGS var, bizim postları şan-şan eləyir. O postu, o AGS-i kim ləğv eləsə, o adamlara obska veriləcək və mükafat veriləcək. 7 nəfər bu oğullar, bu deyil yanımdadır, elə mən bunu deyirəm. 7 erməninin AGS-ini vurmadı, dağıtmadı, uğradılar, gətirlər. Rəşadət kimi oğullar, Mehman kimi oğullar. Mükafat da verdilər. Amma hələ də bu oğulların adları çəkilmir. Bu qəhrəman oğullar son qanına kimi döyüşdü. Canı fəda elədi. Bunların qəhrəmanlığı verilməlidir. Niyə verilməlidir? Maraqlı bir səmiyədir, bu elə uşaqlar da bilsin. Bizim briqadanın yox, Müdafiə Nazim qərargahı Yanşaqda yerləşir. Biz qabaqdayıq, dağlarda. Biz bilmirdik orada nə proses gedir. Mən onu deyirəm də. Tərtiblər İdarəsindən gəlirlər Müdafiə Nazirliyini. Orada kimi deyirlər, onu yazıb göndərirlər orada. Bunlar bilmirik. 2 dəfə təltif olunub, ayın 2 yanvar, bir 28 yanvarda. Prezidentə təqdimat veriblər, bir dənə bizim Batuhan Bəskəri verməyib, şəhidi də verməyib. Orada özləri kim gəl, onu yazdılar, bunu yaz getsin Azərbaycan bayrağı, bunu falan kesin, bunu bəhəmət. Elə mən istəyirəm, mübariz buraya gəlsin. Bilirsən, hamımız yaşlı olmuşuq, hamımız özür istəyirəm. Yəni, bəli, Baba mübariz ilk dəfə Bərdə Azadlıq Batalyonunda 16 yaşında bizim yanımıza gəlib, dəfələrlə qaytara bilməmişik. Qaytarmışıq təzədən qayıdıb. Kəlbəcər, 2-ci Kəlbəcər əməliyyatına da iştirak edir. Amma bu günə kimi heç elə onun yetkiləri yox. Burada oğullar Şaxtada, Boranda Şaxta vurdu, Boran vurdu. Bütün uğurlu əməliyyatlara imza atan oğulların heç veteranlığı da yox. Nəsə bu oğlanların hələ qəhrəmanlığı. Bu oğlanların qəhrəmanlığına girən, bunlara kölgə salan insanlar ola bilər ki, bu dünyada evlatlarına divar eslə tikə bilər, maşın da ala bilər, hər bir şey də alır. Amma onlar ölüm yatağına düşəndə ona nail olacaqlar. Bu dünyanın mən deyirəm bunu, devlətin prezidenti də ola bilər, şahı da ola bilər. Amma bu dünyanın bir dənə hakimi var, o da müqəddəs Allah.
müqəddəs Allahımızın xətrinə bu oğulların qəhrəmanlığını varım bugündən sonra deyin. Bugündən sonra deyin ki, bu 32 ildir, 33 ildir bunların cəsədləri də orada qaldı. Heç bir xəbər yox idi. Biz axtarırıq, bunların cəsədləri nə vəziyyətdə idi, nə vəziyyətdə tapılır, nə vəziyyətdə yığılır, gəlir ailə üzvlərinə təhvil verilir. Ola, bu oğulların qəhrəmanlığını verin, ən azından verin. Mən buradan Ali Baş Komandanımıza, devlətimizin səlahiyyətli nümayəndələrinə, Müdafiə Nazirinə, bütün hüquqşünaslara, bir şəhid qardaşı kimi, ikinci qrup müharibə əlli kimi xahiş edirəm ki, bu qəhrəmanların haqqında araşma geçsin, araşılsın. Bu döyüş gedən müddətlərdə bu uğurlu əməliyyatları aparıb, Meydançay əməliyyatını, o Qızılqaya əməliyyatını, Bağırlı, Buzluq dağlarını alan oğulların kölgədə saxlayıb, bunların haqqına girən o medal orden alanları devlet səviyyəsində dərmi stol arasına otursunlar, mən gəlirəm oraya. Komandirim gərayəsi də gəlir, buradakı döyüşçülər gəlir. Gəlsin oturalım. Onlar hansı bizdən qabaq olub? Hansı olub? Hamımız vətən uğrunda döyüşmüşük. Əgər bir gün əlinə silah alıb, vətən deyib, oraya gedibsə, deməli onların hər biri qəhrəmandır. Amma qəhrəman oğulların haqqına girir. Onların haqqı altında özləri üçün nəsə yaradırlar, nəsə özlərini reklam edirlər, mahnı yazdırırlar, onların haramı olsun. Onların haramı olsun. Qəhrəmanların, döyüşçülərin, boşaqda boran atan oğulların haqqına girən insanlara haram olsun. Ben buradan deyirəm, sözümün də cavab deyəm. Mən bütün o zabitlərimizə, bax o 701 hərbiçilər, o medal vuranlara, o medal alanlara, orden alanlara, onları tərtib eləyənlərə xahiş edirəm. Gəlsinlər dərmi stol arasına çağırsınlar, oturaq söhbət edir. Gəlsinlər otursan söhbət edir. Bax, bu şəhədimizin ruhu altında deyirəm. Qardaşımın ruhu altında deyirəm. Mən bu gündən sonraki ömrümü sərf eləmişəm din şəhət qardaşlarımın tapılmasına. Gecə, günüz mən o yoldayım, o yolda da olacaq. Nə olursa olsun. Bu həyatı mən nə tər yaşamışamsa elə də gedəcəm. Mən bu həyatı yaşamamışam. Bir öyle kimiyəm. Amma kişilikləri var, qeyrətləri varsa, mən burada deyirəm. Bu şərəfli tarifi yaşayıb, şərəflə döyüşən oğulların qəhrəmanlığını kölgədə saxlayıb, onların haqqına girən, başqa köz divində gizlənənlərə, muştuluq verənlərə, orden medal verənlər və onu alanları mən yenə təkrar edirəm. Dərmi stol arxasında dəvət edirəm. Canlı verilişə çıxsınlar. Biz hamımız vətən uğrunda döyüşmüşük, torba uğrunda döyüşmüşük. Orada canımızı fəda eləmişiksə, bugün də o yolda artıq. Bizim canımız bu yola qurban oldu. O dövrdə də ən ağır döyüşlərin zamanı Sayın Rotana verilirdi. İndi sən o işlə məşğul. Komandir. Yəni bu 35 il işin dəyişmir. Biz vətən uğrunda, torba uğrunda döyüşmüşük. Dəyişən bizim yaşımız ola bilər. Mən yaralanmışam. Əməlimiz... Mən yaralanmışam. Mənim komandirim, onu da eşitsinlər. Mənim komandirim deyir ki, tez qulağımı gətirin, Rızvanı aparsın. Mən demişəm, mənim qardaşım, mənim döyüş yoldaşlarımla qalacaq. Amma savası mənim qardaşım şəhid. Özümü demirəm, nə döyüş qardaşımı demirəm. Məni də mənim qardaşım da bu oğullar çıxar. Axıra kimi də döyüşdülər, son qanlarına kimi döyüşdülər. Geçsinlər, yoxlasınlar da Müdafiə Nazirinin eksperti var, devlətimizin eksperti var. O döyüş bölgələrini yoxlasınlar. Yoxlasınlar ki, bu oğlanlar harada etki düşür. Geri çəkiləndə etkin düşmüyor. Gedib tara düşmüyor. Düşmənlə son cəbhədə döyüşədənlər. Son qanlarına kimi döyüşdülər, şəhid oldular, orada qaldılar. Heç köməklərinə çatan da olmadı. İndi mən bir şey qeyd edim, bir haşiyə çıxdı. Hacı, demək, Rızvan yaralanır, hospitaldadır, ana bunun hayına gedir də, anadır, hospitalda. Gəlli və o bir şəhid oğlu gəlir. Ana bu iki itkini və həzm edir. 37 gün Rızvan bilmir, qardaş şəhid olur. Ana onun yanına gəlir. Belə işlər yaşanır, bu həyatda belə hadisələr başlayır. Yəni, bu böyük tarixdir, böyük bir biz yoldur. Adiyyəti olan yerlərə müraciət yazılır. Bax, elə buradan da onu deyil, yəni ki, onlar da eşidir. Adiyyəti olan yerlərə müraciət yazılır. Müdafiə Nazirinə, Ali Baş Komandanımıza, deputatlarımıza bizi eşidirlərsə, bizim o müraciətlərimizi qəbul eləsinlər. Biz həm sözlə deyirik, yazılı surətdə də göndərək. Bizim o müraciətləri qəbul eləsinlər, o müraciətə baxsınlar. 93-94-cü il 701 hərbiçilərin 5-ci Bərdə taborunun keçdiyi döyüş yollarını araşmasına aparsınlar.
Mən burada qəhrəman qardaşlarım var, qardaş. Hər birinizə təşəkkür edirəm. Allah Bu şükür. qardaşlar ki, həqiqətən də qəhrəman olublar, qəhrəmanlıq göstəriblər. Mən istəyərəm, baxı, qardaşımızı mən görmüşəm, çox görmüşəm. Onu elə oradan təqdim elə. Leylədən rayonun ən ağır qazisidir. İki gözünü vətənə qurban verir. Orxan qardaşımızdır. Qarşısında baş əyrik. Biz də sizin qarşısına başlayıq. Sizlər də bizim üçün qəhrəmansınız. Allah sizlərin köməyində dursun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları, cənnət məqamları ali dərəcədə uca olsun inşallah. Mən də arzu edirəm ki, Allahdan bu bütün itkinlərimiz tapılsın. Gözü yolda qalan analar var, bacılar var, valideynlər var. Onların da bir təsəlli yerləri olsun inşallah. Allah Rəşadat qardaşımızdan bircə cəmi şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şifa versin, ordumuzu qorusun Allah. Amin. Allah razı olsun.